Herkese salam dostlar, necəsiz? Bir günlük vloquma xoş gəldiniz. İlk öncə kanala abunə olub, videonu bəyənib, gözəl şərhlər yazın. Günorta idi, istədim ki, bu səfər vloqa günortadan başlayım. Çünki hər gün səhər durmaq, ərzimi yumaq və s. vloqlar sizə sıxıcı gələ bilər. Anam balıq qızarmışdı, yanında da gözəl pomidor. Mən onları gözəlcə sunumlu hazırlayıb sizlərlə birlikdə göstərərək günorta yeməyimi yedim. Burada da göstərirəm. Anama da deyirəm, çox ləzzətli alınmışdı. Ana, əllərinə sağlıq. Çox gözəl idi. Səni çox sevirəm. Deməli, balığı qızartmışdıq. Yanında da belə pomidorları ikiyə bölüb qızartmışdıq. Çox gözəl alınmışdı. Bəyəndim. Bunu yedikdən sonra yanında olan qarpızı da doğramışdıq. Onu da istədim sizlərə göstərim. Qarpız. Qarpız da çox dadlı idi. Sonra istədim bir stəkan çay içim. Sonra günorta gedim, dincəlim, vloqa sonra davam edeyim. Belə 2 dənə konfet götürmüşdüm. Yay olduğuna görə çox da şokoladlı konfetləri yemək istəmirəm. Adam nəsə onları yedikdə ürək var. Həm isti, həm də ki olar. Sonra dedim nənəmin bağını sizlərə göstərim. Burada belə biberlər var idi. Çoxlu. Dedim biberləri də sizə göstərim. Burada da bir biber var idi. Axırı ki tapıb sizə göstərə bildim. Burada da reyhanlar var idi. Çox gözəldilər. Burada da elə bil xiyarlar var. Burada çoxlu xiyarlarımız var. Sonra xiyarların yanında balaca bir qarpız var. Dedim o qarpızı da sizə göstərim. Qarpız. Sonra da dedim ki ağaca çıxan bir xiyar budağını, xiyarı da sizə göstərim. Baxın dostlar, görün necə çıxıb. Sonra dedim dəfnə ağacını da sizlərə göstərim. Nənəmə kömək edib burada. Bağı sulamağa nənəmə kömək edirdim. Dedim həyətimizdə olan gülləri də sizlərə göstərim. Çox gözəl güllər. Bunların 7 rəngi var. Narıncı və s. qırmızı və s. rəngləri var. Anam da kartof qızarmışdı. Dedim ki, biraz da ondan yeyim. Çox dadlı idi bu da. İndi sizə deyəcəksiniz, adi yeməklərdir, necə belə. Amma dostlar, anan yeməyi Allah başqa olur. Anan yeməyi çox dadlı olur. Anam əllərinə sağlıq, çox sağ ol. Burada da elə bil nənəm badımcan şorbası qoymuşdu. Onu da deyim sizlərə göstərim.